Növbəti mövzumuz riyakarlıq özünü göstərməkdir. Allah Celle Şanuhu belə buyurur: özlərini yalandan xalqa göstərər və Allahı olduqca az yad edərlər, az zikr edərlər. Nisa surəsi 142-ci ayə. Başqa bir ayədə Allah Celle Şanuhu buyurur: ey iman gətirənlər, sədəqələrinizi malını riyakarlıqla özünü xalqa göstərmək üçün sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Bəqərə surəsi 264-cü ayə. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur: qiyamət günü haqqında hökm verilən ilk insan şəhid edilmiş insandır. Bu insan Rəbbinin huzuruna gətiriləcək və Allah ona nemətlərini bildirəcək. O da bunları tanıyıb etiraf edəcək. Sonra Allah bu nemətlərin qarşılığında nə etdin buyuracaq. O da şəhid olana qədər sənin yolunda döyüşdüm dediyi zaman Allah yalan söylədin. Bunu sənə cəsur deyilsin deyə etdin və belə də dedilər buyuracaq. Sonra onun üzü üstə sürüklənərək cəhənnəmə atılması əmr olunacaq. İkincisi elm öyrənmiş, başqalarına öyrətmiş, Quran oxumuş adamdır. O da Allahın huzuruna gətiriləcək və Allah ona verdiyi nemətləri bildirəcək. Həmin adam da bu nemətləri etiraf edəcək. Allah o nemətlərin qarşılığında nə etdin deyə soruşduqda, o sənin razılığını qazanmaqdan ötürü elm öyrənib başqalarına öyrətdim və Quran oxudum deyəcək. Allah isə yalan söylədim, sən alimdir deyilsin deyə elm öyrəndin, qaridir deyilsin deyə Quran oxudun, belə də deyildi buyuracaq. Sonra onun üzü üstə sürüklənərək cəhənnəmə atılması əmr ediləcək. Üçüncüsü isə Allahın bolluq və hər növ mal verdiyi insandır. Bu insan da Allahın huzuruna gətiriləcək. Allah ona verdiyi nemətləri bildirəcək. O da bunları etiraf edəcək. Allah o nemətlərin qarşılığında nə etdin deyə soruşacaq. O, sənin yolunda sərf edilməsini istədiyin hər yola infaq etdim, xərclədim. Heç bir yol tərk etmədim cavabını verəcək. Allah Celle Celaluhu yalan söylədin, sənə cömərtdir deyilməsi üçün bunları sərf etdin və belə də deyildi. Sonra onun da üzü üstə sürüklənərək cəhənnəmə atılması əmr ediləcək. Səhih Müslim, Əl-Camiyus Sahih, Kitabul İmarat. Bu hədis şərifdə bildirilən 3 insan tipi, bunlar riyakar insanlardır. Bu hədis riyakarlıq haqqında, riya mövzusunda varid olmuş ən gözəl hədislərdən biridir. Bəzi insanlar Abdullah ibn Ömərdən radiyallahu anh soruşdular. Biz əmirlərimizin, başçılarımızın yanına gedir, oradan çıxdıqdan sonra onlarla danışdıqlarımızın əksini deyirik. Bunun üzərinə Abdullah ibn Ömər belə dedi: biz bunu Rasulullahın sallallahu aleyhi və səlləm zamanında münafiqlik sayırdıq. Səhih Əl-Buxari, Əl-Camiyus Sahih, Kitabul Əhkam. Peyğəmbər aleyhissalam buyurur: kim etdiyi işi başqalarına eşitdirərsə, Allah da qiyamət günü onun günahlarını başqalarına eşitdirər. Kim də özünü göstərərsə,
Allah da onun iç yüzünü başqalarına göstərər. Sahih Əl-Buxari, Əl-Camius Sahih, Kitab-ur Riqaq. Muaz ibn Cəbəldən, Allah ondan razı olsun, Peyğəmbərin aleyhissalam belə buyurduğu rəvayət edilir. Riyakarlığın azı da şirkdir. Zəif Əl-Hakim, Əl-Müstədrək, Kitab-ul İman hədisi. Peyğəmbər aleyhissalam buyurur, sizin üçün ən çox qorxduğum kiçik şirkdir. Orada olanlar kiçik şirk nədir deyə soruşduqları zaman Peyğəmbər aleyhissalam belə buyurdu. Riyakarlıqdır. Allah Cəllə Cəlaluhu qullarını əməllərinin qarşılığında cəzalandıracağı zaman riyakarlara belə buyuracaq. Dünyada əməllərinizlə özünüzü göstərdiyiniz insanların yanına gedin. Görün onların yanında bir mükafat tapa biləcəksinizmi?